Rəhman və Rəhim olan Allahın adıyla, Allahın salamı, rəhməti, xeyir, bərəkəti, özünə müsəlman deyən, hidayətə tabi olan, Allahın vəhyinə, Allahın nazil etdiyi kitaba sarılan kəslərin üzərinə olsun. Sizə bir video dinlətmək istəyirəm. Seyyid Rəşid adı ilə tanınan Şiə aləmində belə deyək də, ali, savadlı bir şəxs kimi tanınan bir şəxsin videosudur. Video İmam Xumeyninin az yaşlı bir uşaqla nicaha girmək və girdiyi nicahdan sonra cinsi münasibət etmədən, yəni bir dənə duxul yazılır orada, yəni cinsi daxil olmadan, üzr istəyirəm ifadəmə görə də, qalan hər bir ləzzət, keyf o uşaqdan ala bilər icazəsi haqqında danışır Seyyid Rəşid. Mən videonu sizə dinlədim, ondan sonra inşallah fikir bildirəsəm. Buyurun. Adam dili gəlmir, onlar deməyə prosto Allah o adamın üzünü qara eləsin ki, bu bəhsi etməz, böyle bir şeyimizi açın. Bakın əzizlərim, bu suala cavab verməzdən əvvəl ümumi bir sizin qarşınızda bir dənə belə deyək də çertiyoş çəkək, ümumi şəkildə. Hər hansı bir sual İslam aliminə verilir, məzhəbindən asıl olmayaraq. Şiə məzhəbindəndir, Sünni məzhəbindəndir, Sələfi məzhəbindəndir, fərq eləməz. İslam aliminə hər hansı bir sual verir, ilk dəfə verilir. Qaydası o necə cavab verir? Birinci Qur'andır. Yönəlirik Qur'ana. Yəni mən danışıram hökmün istinbatından. Mən danışmıram sən gedib alimin kitabından baxarsan falan kəs belə dedi. Yox. Bir İslam aliminə sanki bu məsələ birinci dəfədir bizə verilir. Bu sualı soruşuruq bir İslam alimindən. Əlimizə keçən İslam alimi. Hansı məzhəbindən o asıl olmayaraq. Ondan soruşuruq. Deyirik ki bu suala sənin cavabın nədir? O nə eləməlidir burada? İlk dəfə işləyir bu sualı. Birinci yol Qur'andır əzizlərim. Deyirlər Qur'an birinci məsdər əhkamı şəriət hökmlərinin birinci məsdəri Qur'andır. Yönəlirik Qur'andır. Məsdər, yəni kök. Birinci bir şeyin halallığı və yaxud da haramlığı barəsində icazəli olub olmaması, qadağan olunub olunmaması barəsində yönəlməli olan birinci mənbə Seyyid Rəşid deyir ki, Qur'andır. Birinci. Birinci və sonuncudur zaten. Yəni Qur'andan başqa bir yerə gedilməməlidir. Amma adamlar Qur'anla yetinmir. Qur'an bizə bəs deyildir. Şura Ənkəbut surəsi 51-ci ayətdə kitab onlara yetmədimi dediyi halda bunlar dedi yetmədi. Biz hələ yazacağıq. Allaha din öyrədəcəyik. Şura surəsi, Hucurat 49-cu surə 16-cı ayəyə görə bunlar Allaha hələ din öyrətmək istəyirlər. Davam eləyək. Əgər alim Qur'andan harama dəlil tapsa, o ayəyə söykənib deyəcək bu iş haramdır. Əgər harama ayə tapmasa, öz nəfsi istəyindən haram deyə bilərmi? Sual. Zaten burada bax özü fikir qoyur ortalığa. Əgər Quran-ı Kərimdə bir şeyin halallığına və yaxud da haramlığına dəlil tapılmasa, deyəlim ki, yoxdur. Fərz edək ki, yoxdur. İndi özü də bəzi gic-gic belə deyək də çox səviyyəsiz, elmi müstəvidən aşağı bir səviyyədə bir misallar çəkəcəkdir. Deyəlim ki, yoxdur. Yoxdursa da yerdə qalan bütün kəslər, yəni Allahdan vəhiy almayan, vəhyin müxatabı olmayan bütün kəslər nəyə girir burada? Şəxsi zənni istinbatinə girirlər. Yəni istidlal olan, dəlilə əsaslanan, dəlil nədir? Quran. Yəni bütün nəbilərin dəlili Qurandır, vəhiydir. Allahın kitabıdır. İndi dəlil gəldi, vəhiy tamamlandı, nəbi vəfat etdi. Yerdə qalan adını imam qoy, adını nə bilim ulul əmir qoy, adını rasixinə fil elm qoy. Hər nə istəyirsən ona ad ver. Hər kəsin Quranda bir şeyin halallığına, haramlığına, əmrinə və yaxud da nəhyinə dəlili yoxdursa da, bu nəyin hər kəsin özünün ağlına və öz düşüncəsinə qalmış məsələdir. Amma sən bu məsələdə Allaha din öyrədib, bu da Allahın istəyidir, Allahın əmridir desən,
öz nəfsi həvanı, öz zənni qərarını, öz şəxsi görüşünü Allahın vəhyiymiş kimi, Allahın buyruğuymuş kimi insanlara nə etmiş olursan, təbliğ etmiş olursan. Bunu istəyirsən vəfat etmiş peyğəmbərin adından söylə, istəyirsən səhabənin adından söylə, istəyirsən imam qərar verdiyin kəslərin adından söylə. Bu zənnidir. Surətində bütün müsəlmanlar da belə öz nəfsindən deyə bilmərsən ki, Allah Quranda belə deyir. Quranda var, ayə göstər. Yoxdur ayə haramlığa, o zaman öz nəfsindən haram deyə bilməz. Yaxşı. Quranda ayəmiz Tamam, öz nəfsindən haram deyə bilməzsən. Doğru deyək, amma deyirsiniz axı. Yenə Quranda yoxdursa, kim deyir desin öz nəfsindən demiş olur. Baxaq. bu məsələ, bu dediyimiz məsələ ilə bağlı. Quranda ayə var ki, haramdır. Haqqinə, yəni məsələni haram üzərinə bağlayır. Seyyid Rəşidin yanlışı buradadır. Allah Quran-ı Kərimdə içkini haram etdik deyə bir ayət var. Yəni açıq şəkildə içki haram edildi deyə birbaşa içki, xəmri haram etdik deyə ayət var. Bu ləfzdə bir söz keçir. Yox. Amma Qur'anın özündə istinbat qaydası var. Nisa surəsi 82-ci ayətdə 4-cü ayət 83-cü ayətdə deyir sizə əmirdən, qorxudan və əminlikdən bir əmr gəldikdə dərhal onu yayırsınız. Əgər onu Rəsula və özünüzdən olan əmr sahiblərinə götürsəydiniz, qaytarsaydınız, onlar hökmən doğru istinbat edərdilər və onun hökmünü çıxarış edərdilər. İstinbat, Quranda istinbat var yəni. Amma biz necə ki, içkinin necə haram olduğunu göstəririk. Allah Teala Bəqərə surəsində deyir ki, içki barəsində, xəmir barəsində səndən soruşurlar. Denən o ismun kəbirun, böyük günahdır. İsm sözü orada günah deməkdir. İsmun kəbirun. Maidə 90-da da deyir ki, içki, qumar, faloqları, bunlar hamısı ritdir, şeytanın ixtirasıdır, əməlidir, işidir. Ondan içtiba edin, uzaq durun, kənar çedin. Amma haram sözünü necə ortaya qoya bilərik? Allah məsələn deyir ki, Əraf surəsi 33-cü ayədə Allah fuhuşun ondan aşkar olanını da, gizlənini də ismi də haram etdi deyir. İsim kəlməsi də orada. Deməli, içki, xəmir isimdir. İsmi də Allah haram etmişdir və biz buradan dolayısıyla başa düşürük ki, nədir? İçki haramdır. Doğrudur ya yox. İndi Allah bəzən bir şeyə haram sözünü işlətmir, amma neynəyir? Əmr verir. Allahın əmrini pozmaq nə sayılır? Özü bir haram sayılır. Allahın qadağasını pozmaq bir... Məsələn, Allah deyir ki, Lə təqrabu zina, zinaya yaxınlaşma. Deməli, zinaya yaxınlaşan bir iş görmək haramdır. Yəni, Allahın əmrini görməzdən gəlmək, Allahın nəhyini görməzdən gəlməyin özü nə sayılır? Haram sayılır. Adam deyir ki, Quran-ı Kərimdə az yaşlı və qızların evlənilməsinə dair bir haram yoxdur. Amma yalan deyir, var. Bəli, biz az yaşlı qızları almağı sizə haram etdik deyə bir ayət görənməzsən. Amma Allah deyir ki, evlilik yaşına çatana kimi onları imtihan edin. Onlar rüşd yaşına yetişməlidir, rəşidə olmalıdır deyir. İndi ayəni sizə göstərəcəm. Quranda Fatihə surəsindən başlayıb, Nas surəsində qurtaran Həzrəti Rasulullah sallallahu aleyhi və alihi və səlləmin nazənin qəlbinə nazil olunmuş Allah tərəfindən Quranda var ki, ayə ki, əgər biri həddi buluğa çatmasa, ümumiyyətlə əmin olar, vəli icazə falan var, bu hətta hədislərdir. Quranda ayəmiz yoxdur. Yaxşı. Quranda ayə olmadı nə edilir? İkinci addım. Dönürük sünnə. Yəni məsumun sözləri, məsumun əməlləri, məsumun təqriratı. Dönürük sünnəyə. Hədislər və məsumun əməllər. Birinci hardan gətirdim məsum? Məsumun əməli, məsumun şey. Yəni bu düsturu kim qoydu? İstər məsum qoyduğun, məsum məsələsinin özü bir problemli söhbətdir. Məsum nə mənada məsum deyirsiniz? Bir insan, məsum asim sözündən qorunma, yəni məsum qorunmuş deməkdir. Məsum, yəni qorunmuş, asim qoruyandır. İsmət, yəni özünü qoruyan da, yəni bir insan
tamamilə günahlardan qorunma altında ola bilməz. Allahın ayətləri var bu barədə, yalana çıxır. Əgər biz yer üzündə olanları günahlarından dolayı həlak etsəydi, bir dənə salamat adam tərk etməzdik deyir. Nəbisinə deyir ki, öz günahın və mömin kişi və mömin qadınların günahı üçün Allahdan bağışlanmaq istər. Nəbinin günahı yoxdursa Allah niyə günah nisbəti versin? Desən ki, orada günah deyil, onda mömin kişi və mömin qadına da onda günah nisbəti qoymayaq. Yəni məntiqsiz bir şey söyləyirsən. Nəysə, mövzumuz məsumiyyət. Yəni adam öncə dedi ki, yəni Quranda yoxdursa nəfsimizdən haram halal qoya bilmərik. Amma nəfsindən halal haram qoya bilən şəxslər var. Kimlərdir? Məsum dedikləri adamlar. Yəni onlar qoya, sizcə nətər məsumdur ki, öz zənnindən, öz nəfsindən hökm verirlər bunlar. Quranda olmaya, imam dediyin, məsum dediyin şəxs necə hökm verə bilər? Və bu sənin dediyin fikir onların ondan qorunmuş olmalarını aradan qaldırmırmı? Hadisimiz var ki, bu iş haramdır. Belə bir hadis olsun ki, indiyə qədər hadis olsaydı çoxdan yazmışdılar. Çoxdan demişdilər. Çoxdan internette yaymışdılar ki, Hazreti Resulullah buyurur ki, bu iş haramdır, amma bunlar deyirlər ki, bu halal, bu caiz. Deməli, hadis də yoxdur. Əlbəttə, mən onu da deyim. Bu söhbətə hər kəs əvvəlinə qulaq asacaq, axırına qədər qulaq asmasa, mən haram edəm. Yəni, ya heç qulaq asmasın, ya da axıra qədər qulaq asın. Çünki bu söhbətin adam fikir versəm, deyim, mən haram eləyirəm. Yəni, adamlar istədiyi şəkildə özlərini Allah kimi aparırlar. İstədiyi yerdə haram sözünü işlədir, halal sözünü işlədir. Qardaşım, Allah Nəhl surəsinin 116-cı ayəsində dilinizin uydurduğu yalanlara əsasən o halaldır, bu haramdır deməyin. Allah'a iftira atmış olursunuz. Allah'a iftira atanlardan daha zalim kim ola bilər deyir. Yəni adamlar üçün önəmli deyil. O öyrəşiblər. İstədikləri şeylərdə hökmlər qoyurlar. İndi burada başlayacaq məsələlər çəkməyə. Bu insan götürüp deməsin ki, Seyyid Rəşid deyir ki, bu halaldır. Yo. Axırda, nəticə axırdadır. Mən hələ ümumi danışıram. Və ya nə dedim? Ümumi bir rəsm çəkirəm qarşımızda. Qoy bütün müsəlmanlar bilsin ki, hökm istinbat eləməyin qaydası nədir? Hökm istinbat eləməyin qaydası nədir? Dönürük birinci Qur'ana, ikincisi dönürük hədislərə, sünnə, harama tapmışıq. Deməli, nə iddiası budur ki, Rəşidin, nə Quranda yoxdur bu barədə fikir. İddiası budur. Nə sünnədə yoxdur. Əgər yoxdursa da, indi sənin müdafiə etdiyin şəxs bu hökmü nəfsinə görə çıxartmış olur, yoxsa yox? Yəni, belə bir qanun varmı ki, müştehid, alim və yaxud da hər hansısa bir şəxs istədiyi məsələdə hökm verə bilər, ağlına əsaslanıb. Nəfsdən qəsd nədir? Yəni, bir insanı vəhyə dayalı olmadan şəxsi ağlına görə bir şeyə halal və haram deməsi nəfsi istinbat oldu. Yəni özünün istinbatı, özü də istinbatı zənni, istinbatı ictihadi oldu. İstidlala əsaslanmır yəni. Yapmasın o zaman dönürük usulul əməliyyə deyilən, usulul əməliyyə var, usul qaydaları ki, ümumi qaydalardır. Kulli şeyləkə tahir hatta ta'ləmənəhu qəzdir. Bütün şeylər sən üçün haçdır, ta biləsən ki, nəcasət olur. Bütün kulli şeyləkə halal hatta ta'ləmənəhu haram. Hər bir şey sənə halaldır, ta haramı biləsən və s. Bu cür əsli qaydalar var, istishab qaydası və s. Qaydalar dönür yola. Yaxşı. Bu ümumi şəkli biləndən sonra gəlir xüsusi məsələyə. Ona görə xüsusi məsələdə Qur'anda və hədisdə aşkar harama dəlil olmadığı halda hər hansı bir işin haram olmasını deməyə alimin ixtiyarı varmı? Elə o bidət. Əslində bu məsələni özü-özlüyündə desək ki, özü-özlüyündə söz nə deməkdir? Özü-özlüyündə, yəni heç bir xarici amili nəzərə almadan, özü-özlüyündə, bu iş özü-özlüyündə, yəni birinci hökmdə. Amma o demək deyir ki, birinci hökmə sən əməl edirsən, yoxsa əməl edirsən. Birinci hökmdə bu işin hökmü nədir? Ona deyirlər özü-özlüyündə. Mən bir dənə bundan sonra misal deyirəm sənə. Bir dənə misal deyirəm, sonra misaldan sonra keç qaydan yenə bəhs. Siz elhamdülillah burada oturanlar mümin qardaşlardır. Sizdən birimiz mənə zəng edir. Soruşur,
məndən ki, Seyid. Bir kişiyə şortik, dizdən aşağı şortik geymək haramdır. Və bu dizə qədər, yəni dizə qədər. Çünki müsəlmanlarda göbəkdən dizə qədər övrət sayılır. Ona görə mən dizə qədər deyirəm ki, bu elə xanmayın. Çünki bəziləri deyir ki, dizdən yuxarı haram olsa. Çünki övrət sayılır kişidə göbəkdən dizə qədər. Məsələn, Hənəfi məsələdə bu cür. Ona görə mən deyirəm ki, şortikə şək qoyuram dizə qədər. Biri məndən soruşur, şortik geyinmək dizə qədər kişiyə halaldır yoxsa haram? Nə deməliyəm mən? Cavab nədir? Halaldır. Caizdir. Haram deyil. Gördünüz nə qədər gülüşdülər. Suala bax. Şortik geyinmək halaldır, haramdır. Corab geyinmək halaldır, haramdır. Nə bilim ondan sonra kişinin qulağına sırığı asması halaldır, haramdır. Burnuna halqa asması halaldır. Açqı taxmaq halaldır, haramdır. Nə bilim dombalaq açmaq halaldır, haramdır. Belə yəni budur yəni. İslam bunu deyir. Allah Taala hikmətsiz qanunlar qoymadı. Allahın nə işi var kim dombalaq açdı, açmadı, şortik geyindi. Allahın qanunları kəskindir və birbaşa islah edicidir. Bunlar xırdaçılığa, cüz'iyyata girdilər. Bütün hər şeyin zibilini çıxartdılar. Hər şeyə hökm qoyulmalıdır. Hər şeyə Allah adından söz dedizdirməyi məcbur edirlər. Baxaq, davam edək. İşğalı yoxdur, eybi yoxdur. Sözlər hamısı birdən mənalı yoxsa yox? Caizdir, haram deyil, halaldır, olar, işğalı yoxdur, eybi yoxdur. Bunlar hamısı eyni məna. Və bir neçə gündən sonra cümə günüdür, deməmiş ki, mənə bu sual verən mümin qardaşlar öz məhəllələrində məsciddə imam cəmaat durmuş. Mənə bu sualı verən qardaş səhərsi geyinib dizə qədər şortu gelib sübh namazında piş namaz durmuş. İnsanlar buna deyirlər, əlbəttə bu olmayıb ha, xəyallıdır o. İnsanlar buna deyirlər, sən nə oyun çıxardırsan, ey imza imam cəmaat, ey piş namaz. Bu da deyir ki, mən dünənləri Seyyid Rəşiddə soruşdum, o dedi ki, bu halal, haram deyir. Siz müsəlmanlar nə deyəcəksiniz ona? Deyəcəksiniz ki, bu özü özlüyündə deyib ağa halaldır bu iş. Özü özlüyündə haram deyil. Özü özlüyündə caizdir. Özü özlüyündə eybi yoxdur. Özü özlüyündə işğalı yoxdur. Çünki niyə özü özlüyündə işğalı yoxdur? Çünki Qur'anda yoxdur ayəmiz ki, eycə kişilər şortik geyinmək haramdır. Hədislərimiz yoxdur ki, ey kişilər dizdən, məsələn, dizə qədər olan şortik geyinmək haramdır. Olmadığına görə Qur'anda və hədisdən məcburdur ki, Seyyid Rəşid yox, 1000 Seyyid Rəşid gələ bu cür deməli. Aydın olur qardaşlarım, aydın olmayın. Bax qardaşlar, adamın düsturu yanlışdır. Niyə? Məsələn, məndən soruşurlar ki, siqaret çəkmək halaldır yoxsa haramdır? Mənim nə siqaret çəkməyə halal deməyə icazəm var, nə də haram deməyə. Bu barədə də şəxsi fikrimə, şəxsi görüşümə əsaslanıb, siqaret çəkmək insan sağlamlığına zərər olduğuna görə qoy mən buna nə deyim, ehtiyat-ı vacibə görə haram və yaxud da ehtiyat-ı vacibə görə məkruh qoyum. Aydındır? Yəni, belə bir fikir söyləmək, mənim bu şəxsi rəyim daha Allah demir, bunu mən deyirəm və bunu Allah adına deyirəm. Bunun özü haramdır. Nə deyə bilərsən? Deyə bilərsən ki, bu məsələ dinə bağlı bir məsələ deyil. Sən bu məsələdə ağlına görə davranacaqsan və bu barədə insan sağlamlığının elmi ilə, anatomiya elmi ilə məşğul olan həkimlərə müraciət edərsən, həkimlər sənə bunu qadağan eləyirsə ki, bu sənin sağlamlığına zərərdir, bunu çəkmə, o zaman sən neynə? Bundan çəkinən, bunun dinlə əlaqəsi yoxdur. Niyə? Çünki o qədər ziyanlı şeylər var ki, biz ondan istər-istəməz istifadə edirik. Əgər hər ziyan verici şeydən, sağlamlığa zərər vurucu şeydən çəkinəsi olsaq, o zaman maşın sürməməlisən, bugünkü yağlardan istifadə etməməlisən, bugünkü çəkilən soklardan, içkilərdən istifadə etməməlisən, qəndindən, pesoğundan belə istifadə etməməlisən. Yəni organik qidalanmaq, yəni bugün qida məsələsində çox böyük problemlər var. Görürsünüz ki, insan ömrü gəlib neçəyə düşüb? 60-70 il yaşaya bilirik ya yaşaya bilmirik. Niyə? Çünki yediyimiz qidanı bədən neynir? Zərər verir, insan tez tükənir. Yəni sən hər zərər verici şeyə hökm qoya bilməzsən. Quranın qoyduğu hökmlər açıqdır, nətdir, bəllidir. O Quranda haqqında fikir bildirilmədiyi məsələlərdə insanlar sərbəstdir. Bax, hədisləri var. Öz hədislərində deyir ki, qoy o hədisi göstərim sizə, bircə dəqiqə zəhmət olmasa.
Baxın, mən burada sünni və şiə hədislərini toplamışam. Sadəcə bir hədis, bu həm şiədə var bu hədis, həm də sünnidə var. Burada sadəcə sünni mənbəyində olan bir hədisi göstərirəm. Deyir ki, Əbu Davud kitabı Ətimmədə gətiribdir. Tirmizi kitabı Libasda gətiribdir. İbn Macə kitabı Ətimmədə gətiribdir. Və bu hədisdə deyilir ki, Allahın kitabında halal buyurduğu halal, haram buyurduğu isə haramdır. Haqqında sustuğu isə sərbəstdir. Sərbəst buyurduqlarını qəbul edin və bilin ki, Allah heç bir şeyi unudan deyildir. Bax, fikir verdiniz. Yəni, haqqında Allah fikir bildirməyibsə də, deyir, bu barədə nədir? Siz sərbəstsiniz. İstəsəz o şeydən çəkinə də bilərsiniz, istəsəz o şeyi edə də bilərsiniz. Bu sizin nəyinizə qalıb? Fitrətinizə buraxılıb, ağlınıza buraxılmış məsələdir. Amma bu ağlınıza görə davranış başqalarına fətva verə bilməzsiniz ha. Özünüzə aiddir. Məsələn, mən siqaret haqqında özüm üçün, özümə qərar çəkim, çəkməyim. Özümə qalmış bir məsələdir. Çəkməyə də bilərəm, özümə bunu qadağan edə bilərəm. Çəkə də bilərəm. Amma başqasına bunu haramdır və yaxud da halaldır deyə bilmək haqqım, yetkim yoxdur. Şortuk da onu kimidir. Digər, amma adamın bəhs elədiyi mövzu ilə çəkdiyi məsələlərin heç bir əlaqəsi yoxdur. Çünki Quranda bu dediyi məsələyə Allah cavab vermişdir. Adam ayəni bilmir sadəcə. Ayətdən xəbəri yoxdur. O qədər hədislərlə öz başını qatıbdır ki, Qur'andan xəbərsizdir. Qaydaq mövzumuza. Yaxşı, bəs onda geyinməyim. İndi o cavan sizdən soruşur. Bəs onda geyinməyim. Nə deyirsən də? Deyirsən, əlbəttə geyinib məscidə gəlmə. Çünki sən burada özlüyündə bu haram deyil, amma məscidə hörmətsizlikdir. Dini gözdən salar. Dindarları gözdən salar. Məscidin alnını aparar. Bu şəkildə orta yaşadığı bir yerdə. Bir müsəlmanın hədisdən gəlmir, onlar deməyə. Mən bir dənə bunu, başqasının mülküdürsə, ona görə bir nəzəri, teoloji, bir dənə fətvanı kitabda görmək, o deməkdir ki, filan alim bunu eləyəndir və yaxud o alimin davam müqəllidləri bunu eləyəndir. Yox, qardaş. Yəni, uzun sözün qısası, adam deyir ki, müştehiddən bunu soruşurlar. Müştehid bunun barəsində özlüyündə fikir bildiribdir. Risalədə hökm qoyubsan, nətər fikir bildirib da kişi? Fətva verir adam. Risaləsində fətva verir ki, az yaşlı qızla, uşaqla evlənməyin, cinsi münasibət istisna olmaqla qalan ləzzətlərdən istifadə etməyin heç bir işğalı yoxdur deyibdir. Adam nə varır? Ona bəraət qazandırmaq üçün dərədən qabıqdan çıxır. Bu bir işvahi bir söz demir. Sən gətirdin, birincisi sən qiyas eləyirsən. Sizdəki qiyas qanunu batildir. Qiyasın da iki yolu var. Qiyası istinbatı var, qiyası istidlalı var. Sən burada da istinbat qiyası istidlala əsaslanmadın. Qiyası, yəni sənin qiyas etdiyin şeyin müqayisəsi o adam yazılı şəkildə kitabda fikri ortaya qoyur ki, mənim bu barədə görüşüm din adına, Allah adına budur. Sən deyirsən, bu şəxsi şortiklə gətirib bunu bir tutursan sən. Və yaxud da küçəyə zibil atmaq məsələsi barədə deyirsən, Quranda hökm var ki, mən kiminsə şəxsi mülkünü atsan haramdır. Amma küçəyə atsan, küçə ümumi ictimai yerdir. Bunun haramlığına Quranda dəlil yoxdur. Özlüyündə halaldır deyəcəksən, küçəyə zibil atmağa. Adam doğru müqayisə eləmədi. Mən gəlin indi ayətləri sizə qısa olaraq göstərim, sözümü tamam edeyim. Baxın, xahiş edirəm. Allah Teala Ənam surəsinin 152-ci ayəsində buyurur ki, وَلَا تَقْرَبُ الْمَالَ الْيَتِيمِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ. Yetimin malına yaxşılıq etmək istisna olmaqla yaxın düşməyin. Hətta yabluğu əşuddə. Bu yabluğu əşuddə kəlməsi o yetişkinliyin ən şiddətinə çatana qədər. Yetişkinliyin ən şiddəti nə deməkdir? Onu anlayacağıq. Burada söhbət yetimdən getdir. Yetim nə deməkdir? Buna da diqqət eləyək. Nisa 127. Və yəstəftunəkə fin-nisə. Səndən qadınlar barəsində fətva istəyir. Qadınlar, söhbət qadınlardır. Qulillah yuftikum fihinnə. De, o qadınlar barəsində fətvanı sizə verən Allahdır. Yəni Allahdan başqa fətva verə bilən heç kimin ixtiyarı, səlahiyyət yoxdur.
Nə peyğəmbərin, nə səhabənin, nə məsumların heç kim fətva verə bilməz. Amma sən və sənin ağaların hər kefi istədiyi, hər şeyə, mən də bağışlayayım, paltaryan maşından tutmuş, şortikdən tutmuş hər şeyə fətva verməyə çalışırsınız. Allahın dinini çox ucuzlaşdırdınız, çox gülünç hala saldınız. Davam edək. Və mə yutlə aleykum fil kitab. Bax, nə ilə verir Allah fətvanı? Sizə kitabda tilavət edilən şeylərlə onlar barəsində sizə fətvanı verən deyir, denən ki, Allahdır. Nə ilə verir Allah? Kitabda tilavət edilən şeylə. Əgər kitabda tilavət edilməyən bir şeylə fətva vermək yoxdursa da, sən necə Quranda olmayan bir şeyi hədisdə axtarırsan, onda da tapırsan, təzdən deyirsən ki, Allah unudub, nəbisi unudub, sahabə, məsumlar unudub, qoy mən onların sözünü tamamlayayım. Yəni Allah naqis din göndərdi, Alimran 3'ü görmədiyiniz kimi Allah dini kamilləşdirdi dediği halda, Allah'ın sözü tamamlanmıştır dediği halda siz bunu qəbul etmədiniz. Yox Allah, bu yoxdur. Qoy mən bunu düzəldim dediniz. Devam edək. Allah deyir ki, baxın, kitabda tilavət edilən şeylə fil yətamən nisa. Baxın, yetim qadınlar barəsində əlləti, hansı ki o qadınlar ki la tu'tunəhunnə ma kutibə ləhünnə, onlara əta yazılmış olan şeyi onlara əta etmərsiniz. Etmirsiniz hansı ki ləhunna və tərğabunə, və bir də istəyirsiniz, can atırsınız ki tənkihuhunna, onlarla nikahlanasınız. Deməli burada yetim sözü kimə işləndi? Evlilik yaşında olan, başsız qalan qadınlara, ərləri döyüşlərdə ölən qadınlara Allah nə adı qoydu burada? Yetim. Aydındır. Yəni yətəmən nisa, yetim qadınlardan söhbət gedir. Deməli söhbət körpə uşaqlardan danışılmır. Yetim, başsız qalmış qadınlardan danışır. Bunu anladıq ayədə. Davam edək. İndi gəlin sizə bir ayət göstərim. Çox önəmlidir. Deməli biz dedik yetimlərin malına yaxın düşməyin, onlar yetişkinliyin ən şiddətli çağına çatana qədər. Sonra yetimdən məqsəd yetim qadınlar olduğunu da anladıq. Doğrudur ya yox? İndi gəlin bir ayətdə göstərim kişi üzərindən. Yusuf surəsinin 22-ci ayəsinə diqqət eləyək. Fələmmə bələğə əşuddəhu ətəynə hukmən və ilmən. Deməli Allah Yusufdan danışır. Deyir ki, onu Yusufi satın alır və öz qadınına gətirir, təqdim edir, deyir onunla gözəl davran, ola bilsin ki o bizə faydalı olsun və ya biz onu evlat götürək və beləcənə biz deyir Yusufi o yerdə yerləşdirdik və nuallimahu min ta'vilil ahadis, hadisələrin təvilini ona öyrətdik. Vallahu qalibun ala əmrih. Allah öz əmri üzərində, öz buyruğu üzərində qalib olandır və insanların əksəriyyəti nədir? Lə ya'lamun, bilmirlər. Və Allah deyir elə ki o bələğə əşiddəhu, o yetişkinliyin ən şiddətli çağına çatdı. Ətəynə hukmən, biz ona əta etdik hökm və elm. Deməli, bələğə əşiddə o yaş devridir ki, insan hikmətli davranır və elmlidir. Yəni bilgili və hikmətli olan bir yaş devirinə çatanda insan nə olur? Əşiddə, şiddətli olan balığın şiddətini bu kəlmə ilə Allah ortaya qoymuş olur. Və kəzəlikə nəcil muhsinin. Biz muhsinləri belə mükafatlandırırıq. İndi baxın. İnsan fiziki bədəndən körpə qalsa, sadəcə, məsələn, İsa kimi bələkdə olanda, beşikdə olanda insan hikmətli və elmli olsa, onu heç kim cinsi münasibətə dəvət etməz. Deməli, insan burada həm bədən formasından, həm ağıl formasından ikisi də tamamlanmalıdır. Tam yetişkinlikdə olmalıdır. Və biz burada baxırıq ki, Yusuf 23'də Allah deyir, və ravədətuhu ləti huvə fi beytihə ən nəfsi. Deməli, qadın onu öz nəfsi üçün kam almaqdan ötürü iradə etdi, istədi, evində qalan o Yusufi öz nəfsi üçün, kam üçün istədi, iradə elədi. Və qalləqətil əbvə, qapıları bağladı və qalət heytə ləkə, digəlsənə dedi. Qalə məazəllah, o da dedi ki, mən Allaha sığınıram, innəhu Rabbi əhsən. Həqiqətən o Allah, bunu da götürürlər,
ərinə nisbət verməyə çalışır. Yanlışdır. O Allah mənim Rəbbimdir. Əhsən məsva. Məni ən gözəl yerdə yerləşdirdi. İnnehu la yuflihuz zalimin. Zalim olanlar islah olmaz deyir. İflah olmayacaqlar. Buradan biz başa düşürük ki, yəni insanın fiziki forması və ağıl və hikmət forması tamamlanmalıdır. Və son ayət Nisa 6-cı ayətdə Allah deyir: "Vabtalul yetama hatta iza balaga nikah." Nikah yaşlarına çatan zamana qədər yetimləri, hansı yetəməl nisa, yetim qadınlardan söhbət getmişdi, düzdür? Qadın o başsız qalan qadınları nikah yaşlarına çatana qədər imtahan edin. Əgər Quranda yetişkinliyin, nikahın yaşını bildirəcək bir əlamət yoxdursa da Allah o yaşa çatana qədər niyə deyir imtahan edin? O yaşa çatmayana qədər sən o qadını ərə verə bilməzsən. Nisa surəsi 6-nı ağa rəşid görmür. Bundan bir xəbərdir yəni. Fə in anastum minhu rüşdən. Elə ki onda rəşidəlik, rüşdu, yəni kamilliyi hiss etdiniz. Fətfa ileyhim əmvalihum. Onların mallarını özlərinə qaytarın verin deyir. Və la tə'kuluha israfən. Və həddini aşaraq yeməyin onun malını. Ayət davam edir bu şəkildə. Biz buradan başa düşürük ki, evlilikdə yaş deyiləndə bu rəqəmsal olaraq götürülə bilməz. Çünki bu dəyişkəndir. Ola bilər ki, bir adam 20 yaşına çatsın, hələ də qucağında balaca bir kukla ilə gəzsin. Nə olsun ki 20 yaşı var? Hələ balacadır, 5 yaşında uşaq kimi davranır. Ola bilər ki, bir uşaq 10 yaşında olsun, bədən də formalaşmasın, amma özünü 30 yaşında, 40 yaşında insanlar kimi aparsın. Bunun ikisi də tam olmalıdır. Həm bədən formalaşmalıdır, həm də ağıl və fikir cəhətindən insan alim və hakim, hikmət sahibi olan bir yaş devrində olmalıdır. İkisi bir-birini tamamlanmalıdır. Anlaşıldı bura qədər. Bunu da başa düşdük. Gəlin indi sizə bir dənə də son ayəti də göstərək. Təlaq surəsi 4-cü ayətdə Allah buyurur ki: "Vəlla ya'isna minel mahyiz min nisaikum." Qadınlarınızdan heyizdən kəsilib, yəni sizin qadınlarınızdan heyizdən kəsilənlər ki var, yaşla əlaqədar yaşlanır, heyiz görmür, onların barəsində indi boşanmaq istəyirlər insanlar, tərəddüd içində olsaz, fəiddətuhunna sələsə, onların sayı 3 aydır. Yəni sayım müddəti 3 ay, gözləmə müddəti saymalıdırlar yəni deyir. Aydındır, əşhur, 3 ay sayılmalıdır. Vəllai və bir də o qadınları ki, ləm yəhirnə, heyiz görmürlər. Tərcümələrdə hələ heyiz görmürlər deyə qoyurlar. Burada yanılırlar və buradan pedofilliyi ortaya qoyurlar. Ləm kəlməsi ilə ləmmə ədatı arasında bir fərq var. Ləm ədatı keçmiş zamanın bitmiş şəklini bildirir. Yəni muzari feilini keçmiş zamanına aparır, indiki zaman feilini keçmiş zamana aparır. Onu cəzm eləyir, sükunluyur axırını və neyniyir? Və bitmiş fikri bildirir. Ümid kəsici mənfi olur yəni. Ləm yəlid və ləm yulətdəki ləm ədatı kimi. Doğmadı, doğulmadı. Hələ doğmayıb, hələ doğulmayıb deyə bilmərik. Burada işlənən ləm ədatı eyni İxlas surəsində ləm yəlid və ləm yulət olan ləm hərfidir. Baxın, xahiş edirəm. Götürüb tərcümədə həm ənənəvi tərcümələrin demək olar ki, 99% hamısı deyir ki, hələ heyiz görməyənlərində. Baxın, xahiş edirəm. Ali Bulacın tərcüməsində də hənuz adət görməmiş bulunanların iddələri də. Deməli, iddə nə zaman ortaya çıxır? İstər az yaşda olsun, istər yaşını həddi buluğun ən şiddətli yaşında olsun. Cinsi münasibət arada baş verməyibsə, iddə düşmür qadına. Boşanarlar və qadın sabahsı gün istədiyindən evlənə bilər, əgər cinsi münasibət olmadan ayrılırsa da. İddə o zaman olur ki, cinsi münasibət baş versin. Sizin iddianız budur ki, deyirsiniz ki, az yaşlı bir insanla evlənsə də belə cinsi əlaqədə olmaq olmaz. Amma ayəti siz dediyiniz kimi tərcümə eləsə, anlasaq ki, hələ heyiz görməyən, deməli ya icazə var. Amma burada hələ sözü yoxdur. Bunlar sadəcə öz pedofil ağalarının xəstəliklərini göstərmək üçün Qur'anın ayətini belə yanlış tərcümə etməkdən çəkinməmişlər.
Baxın, Vasif də hələ heyiz görməmişlər deyə tərcümə edib, Əlixan da eyni şəkildə hələ heyiz görməmiş deyə tərcümə etmişdir. Amma yaxşı, hələ deyirsiniz də, hələ heyiz görməyən, hələ doğmamışdır, hələ doğulmamışdır, niyə qoymadınız orada İxlas surəsində? Gəlin sizə dair bir dənə də ayət göstərim. Hucurat surəsi 14. Qalət əl-ərab, ərəblər dedilər ki, bədəvi ərəblər biz iman gətirdik. Allah deyir ki, qul ləm tu'min, iman etmədiniz. Ləm tu'min, niyə hələ iman etmədi sözü qoymadınız? Çünki burada həm ləm gəlib, həm də ləmma gəlib. İkisi də gəlir. Hələ ümidverici inkar ədatı da gəlib, hələsiz olan bitmiş fikir ədatı da yan-yana gəlibdir. Ləm tu'minu, iman gətirmədiniz və lakin qulu əsləmnə, deyin ki, təslim olduq. Baxın, gətirdi. Və ləmmə yədxulul iman fi qulubikum. Hələ iman sizin qəlblərinizə daxil olmayıb. Aydındır? Ləm tu'minu, iman etmədiniz, amma hələ daxil olmayıb da ləmma ilə gətirdi. Yəni fərq var, doğrudur ya. Yəni hələ demək üçün ləm yox, ləmma işlənməlidir. İkisi də Quranda var. Niyə siz burada, baxın, ikisini də işte, de ki, siz iman etmədiniz. Ləm nədir? Tu'min, iman etmədiniz. Aşağıda nədir? İman hənuz qalbinizə girməmişdir. Hənuz. Bu birisilər də deyibdir, eyni şəkildə. İman gətirmədiniz, deyin ki, təslim olduq. Danıza nədir? Deyin, hələ iman sizin qəlbinizə daxil olmamışdır. Bu da gətiribdir mi? Hələ daxil olmamışdır. İkisi də gətiribsiniz də, qardaşım. Orada niyə işlətmirsiniz? Çünki siz pedofilliyi müdafiə edirsiniz. Və bir də Ayşə üzərindən danışırlar. Deyirlər ki, Ayşə 6 yaşında Peyğəmbərlə evləndi. Birinci yalan deyirsiniz. Çünki Peyğəmbərliyə tarixdə yazısı çatdığı zaman 40 yaşında Peyğəmbərliyə çatıbdır və o zaman Ayşənin 4 yaşı olubdur deyirsiniz. 13 il Məkkədə qaldıqdan sonra Mədinəyə hicrət etmişdir və bu zaman 13 il 4-ün üstünə gələndə bu 17 yaş eləyir və Məkkəyə gəldikdən sonra 52 yaşında Ayşə ilə nişanlandı deyirsiniz. Bu eləyir 19 yaş, 52 yaşında. Yox, 53 yaşında gəlibdir. Diqqət edin. 55 yaşında nikahlanıbdır deyirsiniz və deyirsiniz Mədinəyə gələndən 4 il sonra, 2 il sonra nişanlanıb, 4 il sonra nikaha girib deyirsiniz. Doğrudur ya? Bu elin 21 yaş. 21 yaş. Niyə də bunu 6 və 9 yaş ortasında oynuyorsunuz? Bu da bir sizin xainliyinizdir. Və mən burada açıq şəkildə demək istəyirəm ki, bunlar gecə-gündüz sadəcə insanları aldatmaqdan ötürü, insanlara öz alimlərini müdafiə edib, onları günahsız, fətvalarını da yumuşaldıb, insanlara sanki çox adi sıradan bir şey danışırmış kimi göstərir. Yəni özünüzə rəva bilmədiyinizi, nəyə görə kitablarda din adına, Allah adına bunu söyləyib insanları dindən və Allahdan diksindirirsiniz. Və bunu müdafiə etməyə qalxmağın özü bir ayıbdır, Ağa Rəşid. Seyid Rəşid, sən əgər onun normal bir şey olduğunu görsəydin, bu qədər əyilib bükülməzdin, bu qədər sağa sola fırlatmazdın söhbəti. Siz hamınız yaxşı bilirsiniz ki, bu insan dışı bir şeydir. İnsanların, belə deyim də, namusuna, mənliyinə, xətrinə toxunan bir şeydir. 10 yaşında bir uşağıdan ötürü birinin qapısını döyüb elçi düşdüyünü bildirsən, adamı qapıdan döyüb qovarlar. Siz götürüb 3 yaşında, 2 yaşında süd əmər uşaqla nə etməli olduğunu, cinsi münasibətdən başqa nə istəyirsiniz deyirsiniz, kitabda gətirirsən, gör kimin fətvasını müdafiə etsən. Adam deyir ki, Xumeyni deyir ki, cinsi duxul olmadan, daxil etmədən, paçasının arasına üzr istəyirəm ifadəmə görə, sürtüb şəhvət də ala bilər. Gör siz nə qədər xəstə bir ruhla adamı müdafiə edirsiniz. Belə bir şeyi düşünüb bunu kitaba yazan bir adamın psixoloji vəziyyəti necədir sizcə? Siz görün kimi müdafiə edirsiniz, kimi tərəfini tutursunuz, kimin fikrinin gözəl olduğunu ortaya qoymağa çalışırsınız. Allah hamınızın bəlasını versin.